Yani burada necə olub hadisə? Siz burada çalışırdınız da, düzdür? Siz əraziyə girmək olmaz. Buranın əməkdaşısınız. Nə zəhmət olmasa gəlin danışın da. Necə olub hadisə? Bax burada işləyirsiniz də, yəni bizi Sumqayıtda bədbəxt hadisə baş verib. Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində hazırda dayandığım məhz bu ünvanda qeydə alınıb. Belə ki, kərpiz daşımaq üçün əraziyə gələn KAMAZ sürücüsü məhz KAMAZı burada saxlayıb, güclü külək hasarı aşırıb və KAMAZın üzərinə düşüb. Qeyd edim ki, hadisə nəticəsində sürücü ağır xəsarətlər alıb. Onu dərhal yaxınlıqda olan yoldaşların köməkliyi ilə xəstəxanaya aparsalar da çox təəssüf ki, onun həyatını xilas edə bilməyiblər. Sumqayıtda baş verən güclü külək bir ailəni yasa boğdu. Faciəli hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində kərpiz zavodunun ərazisində qeydə alınıb. Bədbəxt hadisə nəticəsində 45 yaşlı Natiq Haqverdiyev həyatını itirib. Hadisə zamanı güclü külək hündür və iri ölçülü hasarı aşırıb. Dəmir beton konstruksiya KAMAZ markalı yük avtomobilinin üzərinə çöküb. Maşının sükanı arxasında olan Natiq Haqverdiyev ağır xəsarətlər alıb. Təcili tibbi yardım hadisə yerinə yetişsə də artıq gecə olub. Onun həyatını xilas etmək mümkün olmayıb. Dəhşətli hadisədir həqiqətən də. Məlumata görə mərhum ailəli olub, 4 uşaq atası idi. Onun qəfil ölümü ailəsini və yaxınlarını sarsıdıb. Şahidlərin dediyinə görə Natiq zəhmətkeş və mehriban insan kimi tanınıb. Özü ailəsi ilə birlikdə Xızı rayonunda kirayədə yaşayırmış. Məhz zavoddan kərpiz qırıntısı daşıyaraq satırmış. Gəlibdilər çəyədə, işte söküntünü danışıblar, gəlibdilər söküntünü daşımağa görə. Bu hadisədə uçubdur birdən-birə. Altı boş olub, nə olubsa ehtiyatsızlıqdan olub, nə olubsa uçubdur. Tanıyırdınız bu rəhmətli? Yox, heç birini. Prosto maşındır da, gəlibdir reysində. sürücü idi yoxsa? Sürücü idi, hə, sürücü idi. Tək olub kabin. Hə, kabində tək olub. Bəs burada külək əsməsi nəticəsində? Küləkdən olubdur, bir də boşluğa düşübdür da, yəqin ki uçubdur. Vallahi bilmirəm, cavan oğlan idi. Yəni bunun əməkdaşlıq edir, həmişə burada. Yox, əməkdaşlıq deyildi, belə gəlibdilər şey eləməyə də, buranı söküb daşımağa görə. Zavoddur da bura. Bura söküntü sökülməlidir. Söküntünü danışıblar. Zavodun ərazisidir bura. Hə. Hansı zavod? Vallahi onu bilmirəm, mənim məlumatım yoxdur da. Gəlib gündüz gəlibdi ki, traktorla da günə muz dişləyirlərmiş. Söküntünü sökməyə görə gəlibdilər. Tək olub burada. Bir traktorist olub, bir də o. Kömək eləyiblər onu çıxarmağa. Bəs onu çıxartmağa görə traktorist kömək eləyib, bir də cəmaət kömək eləyib çıxardıblar da. Yaralı vəziyyətdə çıxarıblar içəridən. Hə. Hadisə ilə bağlı bir sıra suallar da yaranıb. Rəsmi mənbələr hasarın aşmasını güclü küləklə əlaqələndirsələr də, ərazidə olan görüntülər və şahid ifadələri bununla tam uyğun gəlmir. İddialara görə hasarın söküntüsündə texniki səhvlərə yol verilib. Hazırda faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ekspertiza təyin olunub və əraziyə mütəxəssislər cəlb edilib. Bu hadisə bir daha göstərdi ki, istənilən müəssisədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ciddi ehtiyac var. Əks halda bu cür faciələr təkrarlana bilər. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.